Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrəfil ənbiyayı vəl mürsəlin. Nəbiyina Muhammedin və alə əlihi və sahbihi əcməin. Möhtərəm və dəyərli müsəlmanlar, ilk olaraq öz nəfsimə həmçinin sizə Allahdan qorxmağı və Peyğəmbər sallallahu əleyhi və səlləmin və onun sahabələrinin yolunu tutub getməyi tövsiyə edirəm. Allah və Rəsulu, həmçinin sahabələr və həmçinin ondan sonra gələn əyimmələr müsəlmanlara qadağan edib qeyri-müsəlmanların bayramlarını keçirməyi. Bu demək olar ki, yaxınlar 2-3 gün qalıb artıq. Bu məşhur olan bayramlardan biri də yeni ildir. Aydındır ki, bu müsəlmanların bayramları deyil. Bu qeyri-müsəlmanların, xüsusən nəsranilər, yahudilər və s. qeyri-müsəlmanlar bunu keçirir. Lakin çox əfsuslar olsun ki, bir çox müsəlmanlar görürsən ki, bu məsələdə onlara qoşulurlar. Onlara şərik olurlar. Təbii ki, buna da bir çox səbəblər var. Ən böyük səbəblərdən biri çoxsunun öz dinlərini düzgün öyrənməmələri, bilməmələridir. Ona görə, məsələn, elə başa düşürlər, nə var ki orada? Uşaqlar sevinir, yemək bişirilir, deyir, gülür, yeni ilə keçirir. Bu məsələ bu cür yanaşırlar. Elələri də var təbii ki, İslamın düşmənləridir, müsəlmanlar və ya bidət əhlidir və s. Adətən onlardan görürsən, görürsən ki, qeyri-müsəlmanların bayramlarının keçirilməsinə fətva verirlər. Lakin haqq olan odur ki, Allah və onun Rəsulu bizə qeyri-müsəlmanların bayramlarını keçirməyi və həmçinin özünü onlara oxşatmağı qadağan edir. Və həmçinin Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: "Və təavanu aləl-birri vət-təqva və la təavanu aləl-ismi vəl-udvan. Vəttəqullah innallaha şədidul iqab." Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, Maidə surəsinin 2-ci ayəsində yaxşılıq və təqva üzərində bir-birinizə yardım edin, köməklik edin. Sonra qadağan edir. Bunları buyurur. Allah Subhanahu taala əmr edir, buyurur. Sonra isə qadağan edir. Nəyə qadağan edir? Pislik və düşmənçilik üzərində nədir? Yardımlaşmanı kömək etməyi qadağan edir. Yəni bu məsələdə artıq sən nədir? Hər hansı bir müsəlman kiməsə pislik eləmək istəyirsə, hansısa bir müsəlmana və ya düşmənçilik eləyirsə, ona yardım eləmək olmaz. Bunu Allah Subhanahu taala qadağan edir. Və ayənin sonunda da Allah Subhanahu taala buyurur ki, Allahdan qorxun. Yəni Allah Subhanahu taala nədir? Əzabı nədir? Şiddətlidir. Və elm əhli, alimlər həmçinin bu ayədən onu çıxarırlar ki, bu hətta aiddir nəyə? Qeyri-müsəlmanların bayramlarını keçirməyə də. Çünki nə üçün? Çünki sən onların bayramlarını keçirməklə sanki onlara düşmənçilikdə onlara yardım edirsən, pislikdə onlara yardım edirsən. Onları daha da rəğbətləndirirsən o pisliyə. Ona görə nədir? Allah və Rəsulu, sahabələr qadağan edib qeyri-müsəlmanların bayramlarını keçirməyə. Necə bu barədə İbn Qayyim rahimehullah icma nəql edir. Və buyurur ki, sahabələr və həmçinin ondan sonra gələn əyimmələr, yəni imamlar qeyri-müsəlmanların bayramlarına qoşulmağı, şərik olmağının haram olduğu barəsində icma eləyiblər. Ona görə bu nədir? Həmçinin onlara sevinmək, onlara qoşulmaq, şərik olmağın nədir? Haram olmağı barəsində icma nəql edir İbn Qayyim rahimehullah. Həmçinin Şeyx Ibn Teymiyyə rahimehullah buyurur ki, müsəlmanlar artıq ittifaq eləmişdilər. Qeyri-müsəlmanların nədir? Bayramlarını izhar eləməyi, keçirməyin qadağan olması barəsində. Ona görə hər bir müsəlmana vacibdir ki, bu qeyri-müsəlmanların nədir? Bayramlarından çəkinsin. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm İmam Əbu Davudun rivayət etdiyi hədisdə necə Şeyx Albani hədisinin səhih olduğunu buyurur. Deyir, mən təşəbbəhə bi qovmin fəhuvə minhum. Kim özünü bir qövmə bənzədərsə, o da onlardan sayılar. Həmçinin müasir alimlərdən Allah rəhmət eləsin, Şeyx Abdüləziz İbn Baz rahimehullahın bu barədə gözəl nəsihəti var. Və buyurur ki, müsəlman kişiyə və müsəlman qadına, nəsranilərin, yahudilərin və ya başqalarının bayramlarına qoşulmaq, şərik olmaq olmaz. Yəni olmaz onlara ki, onlara qoşulsun, onlara şərik olsun, onu qeyd eləsin.
Və buyurur ki, əksinə onu tərk etmək vacibdir. Çünki kim özünü bir qövmə bəzədərsə, o da onlardan sayılar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də bizi onlara oxşamaqdan və onların əxlaqını nümunə götürməkdən çəkindirir. Onun üçün bizim üçün nümunə götürüləsi Allahın kitabıdır və həmçinin onun peyğəmbərləridir və sonra da həmçinin onun sahabələri, xüsusən Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələri, nümunə götürüləsi insanlar onlardır. Həmçinin başqa bir yerdə Şeyxümbaz rahimehullah buyurur ki, kafirlərin bayramlarında onlara şərik olmaq, qoşulmaq, günah və düşmənçilikdə onlara yardım etməyin növlərindəndir. Yəni, bu da o növlərə aiddir. Hansı növdə? Sanki sən düşmənçilikdə və günahlardan sanki nədir? Ona yardım edirsən. Və xüsusən də bu bayram, bu yeni Novqod, bu demək olar ki, bütün günahları özündə cəm eləyir, bütün pislikləri. Ən böyük küfür. Hansı ki, bəziləri o gündə kilsələrə axışırlar. Başqa vaxtlarda görmərsən, məsələn, gedən. Və həmçinin bu bayram necə qeyd olunur? İçkilərdən, içki stolun şahı olur. Müxtəlif növ içkilər, haram olunmuş içkilər, şərablar. Həmçinin zina, həmçinin israf, daha doğrusu təbzir. Çünki var israf, var təbzir. Təbzir də sənə lazım olmayan şeyə sərf eləməkdir. Məsələn, yeni ili keçirmək bizə lazım deyil. Qeyd eləmək bizə lazım deyil. Bu daha da şiddətlidir. Hər bir halda hər ikisi də olmaz. Sadəcə fayda üçün bu ayrımanı ayırdıq ki, təbzir malı lazım olmayan yerə sərf eləməkdir. Bu da olmaz. İsraf nədir? Lazımından daha artıq istifadə eləməkdir. Hansı ki, sənə lazım deyil onu istifadə eləmək. Sənə bu qədər lazımdır, sən qədərindən artıq həddində həddi aşırsan. Bu artıq nədir? Bu artıq israf sayılır. Və həmçinin qardaşlar, o bayramlarda bişirilən yeməklərdən də yemək olmaz. Elm əhli qadağan edirlər. Məsələn, yemək gətirirlər, sən bilirsən ki, bu yeni il üçün bişirilib. O yeməklərdən də nədir? İmtina eləmək lazım. Və həmçinin bu məsələdə görürsən ki, təbrikləşirlər. Xüsusən də bəzən görürsən elə müsəlman var ki, yeni ili keçirmir, lakin keçirənləri təbrik edir. Olmaz bu da. Qadağandır. Yəni, onlara bu məsələdə yardım eləmək, dəstək olmaq, təbrikləşmək və ya sevinmək, qonaq getmək, onların məclisinə qadağandır bu. Başqa vaxtları qeyri-müsəlman səni qonaq çağırırsa evinə, təbii ki, orada içki yoxsa, haram şeylər yoxdursa, gedib onlardan yemək, oturmaq eyib etməz. Yəni, şəriət icazə verir buna. Lakin haram məclislərdə, xüsusən də qeyri-müsəlmanların bayramlarında, onları sənin ola bilər münasibətin var, ailəvi gediş-gəliş var, səni dəvət edir, gəl, artıq getmək olmaz. Nəinki getmək olmaz, yəni, ola bilər getmirsən, keçirmək də olmaz. Ona görə müsəlmana vacibdir bu batil bayramlardan çəkinmək. Xüsusən də bu gün nədir məsələ? Məsələn, bəzi müsəlmanlar var ki, görürsən Ramazan bayramında, Qurbanlıq bayramında qan ağlayırlar, necə deyərlər. Deyir, hansı günümüzdə bayram keçirək? Axşama nə yiyəcəyimizi fikirləşirik ki, nə yiyək? Amma yeni ildə belə deyil. Hətta yeri gəlsə qadın həyat yoldaşından dava eləyir ki, filankəs stolunda filan şey alıbdır. Ayrı başqa vaxt stolun üstündə olmayan meyvələr, xarici meyvələr, bahalı fərqi yoxdur. Alıb stolun üstündə yığır. Məqsəd nədir? Yeni il qarşılayır. Və ya məsələn, müxtəlif növ yeməklər bişirir. Heç başqa vaxt o növ yeməklər bişirmir. Heç onlar yeyilməyəcəkdir. İsraf olub dökülür çoxsu. Amma heç ağlına gəlmir ki, bəs kasıb idi axı. Amma Qurbanlıq bayramında, Ramazan bayramında kasıblayır. Amma lakin xüsusən Ramazan bayramı, Qurban bayramında özə şəriət, subhanallah, kasıbları nəzərə alır. Kasıblara pay ayırır.
Qurban kəsilməlidir, imkanı olan insanlar qurban kəsməlidir və paylamalıdır ki, onlar da bayram keçirsin. Ramazan bayramında isə hər bir müsəlman fitrə zəkatı çıxartmalıdır. Burada məqsəd nədir? Başqa kasıb olan müsəlmanlar da bayram keçirsin. Bu bayram isə şəriətin qadağan elədiyi bütün pislikləri özündə cəm eləyən bayramdır. Və bundan çəkinmək və çəkindirmək hər bir müsəlmana vacibdir. Elm və hikmət üzərində. Ona görə qardaşlar, bu məsələ ciddi məsələdir. Bu məsələdə ciddi olmaq lazımdır. Çəkinmək lazım deyil. Allahdan qorxmaq lazımdır. Və təbii ki, hikmətdən. Yəni, cobudluq eləmək, sərtlik eləmək, dava dalaş salma yox, hikmətli olmaq lazımdır. Ola bilər, məsələn, sən ailədə təksən, zəifsən, sənin sözünə qulaq asmırlar, səni ciddiyə almırlar, evin kiçiyisən, fərqi yoxdur və ya təksən, cahildirlər, bilmirlər, xüsusən ibadət eləmirlər, lazım deyil onlardan mübahisə eləmək, təhqir eləmək, yolkanı qırmaq, dağıtmaq lazım deyil. Sən xüsusən valideynlərin yanında yaşayırsan. Amma sən qarışma onlara. Deyən ki, mən müsəlmanam, mənim şəriətim mənə qadağan edir qeyri-müsəlmanların, Allahın və müsəlmanların düşmənlərinin bayramlarını keçirməyi. Və çalış özünü və ailəni nədir? Belə şeylərdən qoru. Həmçinin xüsusən Rusiyada yaşayan müsəlmanlar var. Bəzən rast gəlirsən, görürsən ki, hikmətsizliklərindən. Məsələn, yolka görür, harlasa dağıdır yolkanı. Və məsələn, kiminsə evinə gedir, şığı qopardır. Olmaz belə. Sənin ixtiyarın yoxdur onlar eləmək. Çünki sən hakim deyilsən. Sən bulanın ölkəsində yaşayırsan. Bacarırsan hikmətdən, əgər o şahadət gətiribsə, iman gətiribsə, hikmətlə onu dəvət elə. Yoxsa qeyri-müsəlmandır, sən durub onunla dava edirsən, yolkasını dağıdırsan. Sən səbəb olursan öz dinini söydürməyə. O da səni söyür. Günah sənə gəlir, olmaz belə. Və həmçinin baş verən xətalardan müsəlmanlar içərisində bəzən görürsən, müsəlmanlar var, məsələn, ellər var, aydındır, keçirir, hətta kafirlərdən də təmtəraqlı keçirirlər. Bugün bir çox müsəlmanlar var. Yəni, kafirlər isə elə keçirilmir, elə sevinmir, nəinki bunlar. Həmçinin görürsən ki, bəzi müsəlmanlar bayram keçirmir, lakin bayram keçirənləri təbrik edir. Bu da olmaz. Ya bayramdan əvvəl və ya bu batil bayramdan sonra bayram demək olarsa buna. Nə təbrik qəbul eləmək olmaz, nə təbrik eləmək olmaz. Və xüsusən də adətən kimləri təbrik edirlər, qardaşlar? Kim ki, dində zəifdir, Allah və Rasulun buyruqlarına əməl eləmir, zəifçilik edir, qaynayıb qarışır, yəni halala, harama baxmır, təbii ki, onu hamı təbrik edir, çox adam. Amma əgər sən Allah və Rasulun buyurduğu kimi yaşasan və ibadətlərində ciddi olsan və sən o bayramları keçirməsən, onlardan uzaq olsan, artıq onlar səni təbrik eləyəsi deyil. Onlar səni təbrik eləsə də başa salır ki, qardaş, məni bu bayram münasibətindən təbrik eləmə. Çünki mən qeyri-müsəlmanların bayramlarını keçirmirəm, ona görə ki, mənim şəriətim bunu qadağan edir. Ona görə qardaşlar, bu qədər. Allah Subhanahu taala bizi eşidib faydalanasın, bizi dində sabit eləsin, yenə doğrusunu Allah bilər. Və sallallahu və səlləm alə nəbiyinə Muhammedin və alə alihi və sahbihi əcmaîn.